Xoş gördük əziz dostlar, İctimai Televiziyanın efirində ortaq məxrəcdir və həmişə kimi ortaq məxrəcdə canlı müzakirələrimiz davam edir. Biz bugün müasir Azərbaycan kinosu mövzusunu müzakirə müstəvisinə çıxarırıq. Və biz haqlı olaraq, elə düşünürük ki, haqlı olaraq belə fikirləşdik ki, Azərbaycan kinosu deyəndə birinci tamaşaçılar danışsın. Bizim bugünkü verilişimizdə bir tərəfdə tamaşaçılar, digər tərəfdə mütəxəssislər və səlahiyyətli şəxslər əyləşiblər. Amma əməkdaşımız İnarə Məmmədova şəhər sakinləri ilə görüşüb. Əvvəlcə onları dinləyək, sonra studiyamızda müzakirəyə başlayaq. Azərbaycan kinosu deyəndə hansı filmlər yadınıza düşür? Dədə Qorqud, Uzaq sahillərdə, Böyük dayaq. Yadımıza düşsə qoy deyək də bir yad düşdü. Cəbiş müəllim, bizim Cəbiş müəllim. Daha sonra təzə filmlərdən bilmirəm. Bəyan uğurlanmasıdır, fəryaddır, təzə yeni filmlərdən. Olmasın bu olsun. Sonra Yeni Növ Batalyondur. Azərbaycan şunlarının. Babəkdir. Sonra Azərbaycanın axırın çəkən filmləri, çox filmlərimizdən. Amma yada düşmüzdən müəllim biraz. Əhməd hardadır, Ögey ana. Uzaq sahillərdə. Onu bağışlamaq olarmı? Qaynana. Nə bilim, Əhməd hardadır, Ögey ana. Bu qədər. Studiyada biz müzakirəni davam etdirək. Biz gördünüz tamaşaçılara suallar verdik və müxtəlif nəsil nümayəndələri var idi. Hansı Azərbaycan kinosunu tanıyırsınız deyəndə 80-ci illərə qədər çəkilən filmlərin adlarını çəkdilər. Siz bu suala necə cavab verirsiniz və müasir Azərbaycan kinolarını tanıyırsınızmı? Müasir Azərbaycan kinolarını mən tanımıram bu sual. Yəni ki, o dərəcədə çəkilmir. Bəlkə çəkilir, göstərilmir. Ola bilər, yəni televiziya ekranlarında və yaxud kinoteatrlar fəaliyyət göstərmir ona görə. Yəni biz əvvəlki kinoları indi görmürük, bir neçə ilə də belə çıxır ki, görməyəcəyik. Bu gedişlə, bu rejissorlarla mümkün deyil. Bu gediş, bu rejissorlar nə demək? Yəni nəyi nəzərdə tuturam? Çıxırlar o köhnə, o hegemon sənətkarların o kinolarına lağ eləyirlər, səhv tuturlar. Heç özləri bir şey yarada bilmir, ancaq onlara səhv tuturlar. Ona görə də özləri də çəkə bilmir. Müzakirələr aparmaq olar. Ola bilər ki, o ideologiyanın bulaşdığı məsələlər var ki, onu müzakirə eləmək də olar, tənqid eləmək də olar. Amma deyirsiniz, yaxşıları ortaya qoysunlar, sonra başqasından danışsınlar. Bəli, bir dənə müasir kino çəksinlər, o keçmişdə çəkilən kimi. Məsəl üçün, Ögey ana kimi. Ondan sonra desinlər ki, belə. Amma bu saat mən bilmirəm. Yaxşı kino bilmirəm. Gənclərdən, buyurun. Müasir kino... Yaxın tutun mikrofonu, zəhmət olmasın. Var. Baxmışam, məsələn, Fəryad Ceyhunun çəkildiyi kino yaxşıdır. Çox azdır. O biri kinolar, kino 70-80-ci iləcə ona kinolarımızla müqayisə çox azdır. Var, baxmışam, o teleseriallarına da baxmışam. Bir köpülü şeylər deyirlər. O kinoları ki, yaradıblar, qabaq, indi yarada bilmirlər. Mən indi istəyirəm, Mübarizin obrazı yaransın ekranlarda, Fəridin obrazı yaransın, bunları yaza bilmirlər. Ucuz seriallar, mafyoz qruplar öyrəniblər Amerikadan. Mafyozlar, nə bilim, mən nələr tapıblar da özləri üçün. Olmayan şeylər heç reallığa. Amma qabaqki kinolarımız, biz o kinolarla tərbiyələnmişik. O kinolar bizi tərbiyələndiriblər. Bəli, kino həm də tərbiyə vasitəsidir. Bəli, tərbiyələndiriblər. Orada Rüstəm kişi yaranıb. Sonra bu Dəli Kürdə bey obrazı vardı. 70-ci illərdə biz böyük bir müzakirə açmışdıq. Cahandar ağa haqqında böyük bir müzakirə açmışdıq ki, bu nə cür obrazdır? Axırda bir kino rejissor dedi ki, bu Azərbaycan kişisinin obrazıdır. Müsbət mənfi obrazlar vardı ki, sosial realizmdə müsbət mənfi obrazlar olmalıydı. Aydındır. Bəs bugünkü rejissorlardan kimisə tanıyırsınızmı? Bugünkü rejissorlardan tanıyıram, biri oturub orada, Eldən İzməli. O da çəkib Qarabağ haqqında. Bu deyil, o qız oturub orada. Mehriban xanım. Mehriban xanım. Gözəl. Onun o sənədli kinoları hələ bir bizi tarixi varaqlatdırır bizə bir-bir.
Sən müasir Azərbaycan kinosu deyəndə hansı kinoları yadına salırsan? Onlar mənim üçün maraqlı deyillər, ona görə də onlara baxmıram. Hansı filmlər maraqlı deyil? Müasirlər, yenilər. Məsələn, hansını göstərirlər? Yoxlama. Telekanallardakı teleserialları deyirsən, o başqa məsələdir. Amma Azərbaycan kinolarından danışırıq. Tutaq Ögey ana kimi, Bəyin oğurlanması kimi. Bugün bu cür filmlər tanıyırsan? Onun kimi yox. Ancaq keçmişdə çəkilənlərə baxıram. Onlar maraqlı. Neçə dəfə baxırsan? Hər dəfə verəndə baxırsan? Gündə nə qədər verirlər, o qədər baxıram. Məsələn, hansına? Ögey ana, qaynana, yuxu, seyirli xalat, bir qalanın sirri. Başqa bir sorğuya da baxaq, sonra davam eləyək. Son dövrlər çəkilən hansı Azərbaycan kinolarına baxmısınız və onların rejissorları kimlərdir? Heç baxmamışdır, bilmirik də, sözünü açıq. Bilmirik, baxmamışıq. Son dövrdə çəkilən filmlərdən bilmirəm. Azərbaycan filmlərini biz tanımırıq. Təbliğ olunmur, yəqin ki, vəsait alınmır ya nə isə. Xalq tanımır. Məsələn, biz tanımırıq. Köhnə filmləri bilirik, tanıyırıq, indiki filmləri tanımırıq. Son dövrlər Azərbaycan kinosu az çəkilir. Axırıncı dəfə baxdığım kino yaddaş kinosu olub, onun da rejissoru Vahid Mustafayevdir. Sözün düzü mən açığını deyim ki, son dövrdə çəkilən filmlərin nə keyfiyyəti, nə aktyor oyunu məni qane eləmədiyi üçün mən son dövrdə çəkilən filmlərə baxmıram. Mən ancaq Sovet dövründə çəkilən filmlərə baxmışam. Bir dəfə yox, 10 dəfə yox, bəlkə 100 dəfələrlə baxmışam. Olduqca yüksək keyfiyyətli mən arzu eləyərdim ki, bizdə indi də bax elə filmlər çəkilsin. Sovet dövründə bəli, mərkəzdən pul ayrılırdı. Yaxşı filmlər çəkilirdi. Bax, misal çəkim ki, Qatır Məmməd filminin çəkilməsinə təxminən yarım milyon manat pul ayrılmışdı mərkəz tərəfindən. Təbii ki, indi belə vəsaitlər ayrılmır. Düzdür, indi Azərbaycanda son vaxtlar müəyyən qədər vəsait ayrılır. 3 film, 5 film, 8 film çəkilir. Amma indi nəzərə alın ki, o dövrlərdən bir 20-30 il keçibsə, gərək bu bir 20-30 dəfə artaydı. Amma mən nəsə Azərbaycanın kino industriyasında bir tənəzzül görürəm. Mövzular qane eləmir. Müşfiq müəllim, tamaşaçıların fikirlərini gördünüz, həm studiyada olanları, həm biz Bakı sakinləri ilə görüşmüşdük. Görürsünüz, daha çox o fikirlər üstünlük təşkil edir ki, Azərbaycan kinoları çəkilmir və yaxud çəkilənlər də bəzilərin teleseriallarla qarışdırırlar. Sadəcə keçmiş kinolara üstünlük verirlər, 80-ci illərə qədər çəkilən kinolara. Ümumiyyətlə, kino industriyasının təməl prinsiplərindən bugün hansına əməl olunur? Yəni, kinoların istehsalı, yayımı və reklamı. Buyurun. Mən biraz əvvələ getmək istəyirəm. Bildiyiniz kimi 90-cı illərin əvvəlində, 80-ci illərin sonlarında Azərbaycan kinosunda böyük bir problem yarandı. Bu da gənc rejissorların kinoya gələ bilməsi, yeni kadrların yetişməsi. O dövrlərdə təxminən bir 15 il, 10 il bu davam elədi və yeni nəsil yetişmədi bir sözlə. Və bütün sahədə senarist kimi, rejissor kimi, aktyor kimi bəzi hallarda böyük problem oldu, onlar üzə çıxardılmadı. Və bu mexanizmi pozulduğuna görə müxtəlif sahələrdə, təkcə sahələrdə böyük problemlər yaşandı. Və ona görə də mən deyərdim ki, bunun qarşısını almaq üçün bilirsiniz ki, artıq Cənab Prezident tərəfindən kinonun inkişafı haqqında sərəncam imzalandı 2008-2018-ci il və bundan sonra Mədəniyyət və Turizm Nazirliyində yeni layihələr həyata keçirildi ki, bu layihələrdən də biri bildiyiniz kimi bu meydan, bu ekran layihəsidir ki, artıq son 4 ildir ki, bu layihə həyata keçirilir və bununla yanaşı böyük bir rejissor, senarist nəsli kinoya gətirildi. Və bu gətirildi və bunu artıq bizim 18-ə yaxın bugün gənc rejissor, senaristlər filmlər çəkir ki, bizim tamaşaçıları çox onları görməyib. Düzdür, kinoda belə bir qanun var ki, kino istehsal edildikdən sonra o kino teatrlarda göstərilməlidir. Ondan sonra onu festivallarda iştirak edilməlidir, audio-vizual şəkildə satılmalıdır, ondan sonra televiziyalara gəlməlidir. Və bugün əlbəttə ki, 80-ci illərin axırında Azərbaycanda böyük kino prokat sistemi dağıldığına görə və kino teatrlarının olmadığına görə bu filmlər öz tamaşaçılarını o qədər də görə bilmirlər. Və bir də artıq sistemin dəyişilməsi məsələsi baş verdi. Artıq Azərbaycan sosializm sistemindən kapitalizm sisteminə keçdi. Və ona görə də Azərbaycanda olan özəl şirkətlər yarandı. Bilirsiniz ki, onların bir çoxu filmlər çəkməyə başladı. Ancaq prokatın olmadığına görə, o pul gətirmədiyinə görə bu işlər davam edə bilmədi. Məsələn, Azərbaycan yeganə respublikalardandır ki, orada dövlət
kinonun çəkilişinə yox, kinonun inkişafına pul ayırır. Bu da o qədər ildən ilə artırılsa da, yəni o qədər də kino üçün böyük bir vəsait deyil. Ancaq yeganə deyərdim 2-3 respublikadır ki, orada dövlət pul ayırır. Amma qalan bütün respublikalarda özəl şirkətlər özləri çəkir. Və bir gün prokatın olmamağı, piratçılığın güclü olması Azərbaycanda özəl şirkətlərin bu filmi çəkməyinə mane olur. Ancaq son dövrlər, son 5 ildə və bundan sonra məsələn 2000-ci illərdən başlayaraq çəkilən filmlərimizin bilirsiniz ki, nəinki Azərbaycan tamaşaçıları, bizim çəkdiklərimiz filmlər festivallarda iştirak yox, festivalda iştirakına qəbul etmirdilər ki, orada iştirak eləsən, yer tutmaqdan söhbət getmirdi. Artıq bu günlərimi mən ümid edirəm və inanıram da buna ki, artıq bizim gənc rejissorların, orta nəsil nümayəndələrin çəkdiyi filmlər artıq beynəlxalq festivallarda iştirak edirlər, mükafatlar qazanırlar. Bu Azərbaycan tamaşaçısının xəbəri yoxdur. Bəli, Azərbaycan filmlərdən xəbərləri yoxdur. Azərbaycan tamaşaçısının xəbəri ona görə yoxdur ki, bu dövlət bu filmə müəyyən büdcə ayırıb. Yəni biz Nizami kinoteatrını gözləyirik. Bir neçə kinoteatrlar artıq bilirsiniz təmir olunur, onu gözləyirik. Yəni ki, televiziya həmən filmə o bir elə əziyyətə 100 manat əgər pul ödəyirsə, ödəmirsə, həmən efir, o film onunla da sıradan çıxır. Artıq Nizami kinoteatrı təmir olduqdan sonra siz müxtəlif janrlı, müxtəlif rejissor təcəssümü olan filmlərə baxacaqsınız və mən artıq bu proses başlayıb. Mən bunun əsas məqsədi ona görürəm ki, bunun ən böyük problemi özəl studiyaların inkişaf edə bilməməsidir. Və heç zaman dövlət ayırdığı vəsaitlə kino inkişaf edə bilməz. Dövlət müəyyən bir xətti götürür, artıq kadrların hazırlanması, gənc rejissorların üzə çıxardılması, onlar məsələn bu günlərimi bizim bu yaxınlarda Cannes festivalında görüşdüyümüz prodüserlər artıq gənc Azərbaycan rejissorunun arxasında Azərbaycana gəlib. Həmən fransız, həmən Azərbaycan gənci maliyyələşdirilir. Bu dünyəvi bir film, bu dünyəvi bir sahədə. Bununla yanaşı, bəli, bizim öz Azərbaycan ruhu, Azərbaycan mənəvi dəyərlərin özündə əks etdirilə bilən və müasir psixoloji duruma cavab verə bilən senarilərin və rejissorlarımızın işlərində müəyyən qüsur var ki, onun da yenə dediyim kimi böyük obyektiv, subyektiv səbəbi var. Nə qədər bazar yoxdur. Əvvəllərimi Azərbaycan kinosu təsəvvürünüzə gətirin ki, ayda 1 milyon rubl dəyərində prokatlar gəlir götürürdü. Və onun da əlbəttə ki, onda iş adamları orada. Bir gün Azərbaycan kinosu, Azərbaycanda prokatın olmamağından bu proses yaşanır. Buyurun Eldəniz mən. Məsələ ondadır ki, biz görünə and içmək üçün öz babamızı öldürən insanlara bənziyirik. Kino sahəsini götürürəm mən. Biz vaxtında kinonun əsas sütunlarını baltaladıq. Yəni kino... Nə idi o əsas sütunlar? Kino prokat, kino yayım, kino istehsalatı. Və sonra da başlamışıq ağlamağa ki, kino yoxdur, kinoya getmirlər. Kino yayıma eyni zamanda kinoteatrlar daxildir. Kinoteatrları bilirsiniz ki, Azərbaycanda ən yaxşı şəhərlərin ən mərkəzində olurdu kinoteatrı. Bakıda da həmçinin. Hamısını söktülər. Cəmaat harada gedib baxsın? Və cəmaat da kinoya harada baxmalıdır? Kinoteatrlardır. Yəni sizin məntiqiniz odur ki, yaxşı kinolar var, sadəcə problem kinoteatrlardır. Yox, mən məntiqim odur, üzr istəyirəm. Yəni ondan gedir ki, söhbət. Elə belə deyil, çox vacib bir məqam müsahibə aldığınız insanlar o 70-80-cı illərin filmlərinin adını çəkdilər. Bu elə belə deyil. Bu bizə mesaj olmalıdır. Mesaj olmalıdır ki, Azərbaycan kinosu nəyə üstünlük verməlidir, nəyi vurğulamalıdır? O ancaq mənəviyyatdır, mənəvi dəyərlərdir. Hörmətli Müşfiq müəllim, siz dediniz ki, 80-ci il, 90-cı ilin əvvəli... Yox, 90-cı illərin əvvəl, bəli. Ki, yəni, gənc rejissorlar olmadı, senaristlər, o vaxt Azərbaycanda debüt studiyası yarandı. Yox, az idi, az gəldi. Neçə nəfər debüt? Yox, az deyəndə bu keyfiyyətdən... Konkret olaraq dediniz, yetişmədilər. Keyfiyyətdən gedir. İlk dəfə Azərbaycan kino tarixində debüt studiyası yarandı və burada oturan elə Mehriban xanımın özüdür. Və adını çəkdiyiniz o rejissorlar var, hamısı oradan çıxdılar. Azdılar. Mən 70-ci illərdə də kinoda işləmişəm. 80-də də işləmişəm, 90-da da işləmişəm. Yəni, az deyəndə nəyi nəzərdə tutursunuz? Yəni ki... Kinoda bir şey var, qardaşım. Kinoda kəmiyyətlə ölçülmür, keyfiyyətlə ölçülür. Rusiyada Tarkovski bir dənə idi və yaxud Mixalkov bir dənədir.
Fellini bir dənədir və ola bilsin orada daha çox adam Eldəniz var. mən, üzr istəyirəm, mən çox üzr istəyirəm. Siz o dövrdə kimin uşaqlarına verilirdi film və hansı gənc institut qutaran uşaqların heç biri film ala bilmirdi. Bəli, Eldar Quliyevə mən ona görə minnətdaram ki, o əlindən gələni debüt eləyirdi. Ancaq o dövrdə hansı bir qrup kimlərsə çəkdi. Yəni götürün həmən gəncləri. O gəncləri heç biri çəkə bilmədi. Səhv eləyirsiniz. Səhv eləyirsiniz. Həmən Ayaz Salayev də, Ramiz Əzizbəyli də, Mehriban xanım da 15 ildə bir dəfə. Yox, oradan çıxdılar. Özümə qalsa, bax mən kinodramaturqam və az adamlardan biri qalmışam ki, 3-4 nəfərdən biriyəm ki, Moskvada təhsil alıb, Tarkovskinin tələbəsi olmuşuq və s. və ilaxır. 2 ildir mən Mədəniyyət Nazirliyinə mən üzr istəyirəm ki, şəxsi məsələmi qaldırıram. Mən senaridə göndərmişəm, sifariş də göndərir, sinopsis deyirsiniz, indi siz. Cavab da verməyiblər. Belə olmaz, sonra siz deyirsiniz, senarist yoxdur, rejissor yoxdur. Mən demirəm, Sinan, bu günlərimi artıq mən dediyim ki, fikir, bax, əgər 3 ilin içində 18-ə yaxın cavan gənc rejissor dəvət olunursa, həmən 90-cı illərdə siz deyirsiniz ki, həqiqətən də prokat dağıldı. Bu da obyektiv, subyektiv səbəblərdən dağıldı və o dövrdə... Hələ subyektiv səbəblər ola bilər, o dövrdə siz daha yaxşı bilirsiniz. O dövrlərdə debüt studiyasında 1-2 nəfər, 3 nəfər, 4 nəfər o vaxtı büdcənin nazlığından, yəni ki, mən burada heç bir sənət adamların 90-cı ildə büdcənin nazlığından, gənc kadrların dəvət olunmasından çəkdi və kim çəkdi? Yavər Rızayev, dediyiniz kimi Mehriban xanım, Ayaz Salayev, bunlar 5-10 nəfər saymaq olar. Amma bu debütdə 20 nəfər sınaqdan keçməli idi özəl stüdyo. Onların siz dediyiniz kimi içindən 1-2 nəfər seçilməli idi. Ancaq o 20 nəfər sınaqdan keçirilmədi axı. 20 nəfər, yox, statistika nətər, yəni mən orada işləmişəm, baş redaktor olmuşam. O demək 20 nəfər yoxu 40 nəfər keçirildi. Və onun içindən 4-5 nəfər o adamlar qalıb ki, Azərbaycan kinosunu, bugün müasir Azərbaycan kinosunu çinlərində daşıyır. Ümumiyyətlə, problemləri necə sıraladınız siz? Birincisi deyirsiniz kinoteatrlar.